Salam, hər vaxtınız xeyir olsun. Bugün gəldim sizə sıradan bir alış-veriş günümü göstərməyə. Əslində belə vloqları bir çoxları çəkir, ancaq mən heç vaxt belə bir vloq çəkməmişdim. Bu bizim Costco'da alış-veriş videomuzdur. Sağ olsun, bugün oğlumla qızım da məni tək qoymadı. İlk girən kimi belə bir tava gözümə sataşdı. Bu çuqun tavadı, ağırdı və diametri böyük idi. Düşündüm ki, bunda qəşəng lavaş alınar. Bu gülü gördüm və düşündüm ki, qaydanda götürərəm, çünki çox böyük idi. Xanımların keçə bilməyəcəyi mətbəx əşyaları bu buludlar çox qəşəng idi, dərin və böyük idi. Qiyməti isə 18 dollar idi. Əslində mən bu düyüləri həmişə ərəb mağazalarından alıram, ancaq bu dəfə basmatini gördüm və aldım. İnşallah ki, yaxşı çıxar, bu növünü ilk dəfə sınayacağam. Chia'nın daha bir başqa növünü aldığıma görə daha almadım. Oğlum isə mənə belə atışdırmalıq növünü göstərdi. Aldım bir paket, əslində çox bəyəndim. Bizim Azərbaycandakı çubuqların dadını verirdi. Bunu isə ilk dəfə də alıram. Gördüm qatlaşdırılmış süddür, karamelə bənzəyir və Meksika mətbəxinə aid idi. Bu isə isti şokoladdır. Bunu mən yeni gələndə 1 il öncə görmüşdüm Costco'da. Çox təəssüf ki, tapa bilmirdim. Starbucks'ın da ən əsası dadlıdır. Bu qatıq növü isə Hebdəki qatıqdan sonra ən çox bizim növə bənzəyəndir. Çobani isə bir türk markasıdır. Bunu da uşaqlara dərs arası istifadə etmək üçün snack olaraq alıram. Mən fərqli məhsullar sınamağı sevirəm. Həmişə qabyan tabletlərdə kaskad istifadə edirdim. Bu dəfə finişi gördüm. Bunu sınayacağam. Görək necə olur. Bu arada Costco'nu çox bəyənirəm. Çünki qiymətləri toplu alış-veriş üçün həm sərfəlidir, həm də dadımlıq qidalar qoyulur. Yəni indiyə qədər sınamadığım bir qidanı orada dadımlıq olaraq alıb dadına baxıb sonra ala bilərsiniz. Bu arada Costco'da ən çox Kirkland firmasının məhsulları yer alır. Burada sular bir qədər xlor faizi çox olduğundan hər kəs demək olar ki, içməyə belə paketlərdə sular götürür. Bu isə quzu ətidir. Mən amma ətləri Costco'dan almadığıma görə sadəcə baxıb keçdim. Costco'nun digər mağazalardan fərqləndirən məhsullarından biri isə kruasanlarıdır. Həqiqətən də dadları çox qəşəngdir. Kərə yağı tamında qəşəng xırçıltılı kruasanları var. Bu arada ilk dəfədir Costco'da fındıq satışı görürəm. Bu isə Dubai şokoladının keksli variantıdır. Ancaq bu keksli variantını mən bəyənmədim. Nəhayət çıxışa doğru gəldim və bu gözəl gülümü götürdüm. Bizim çörəklərin dadında bir çörək var, onu da Costco'dan alıram. Və çatışmayan digər məhsullar üçün isə başqa bir mağazaya gedəcəm. Və əsas məsələ, bütün alış-verişdən sonra bunlar 3-cü mərtəbəyə necə qalxacaq?